Məktəblilərlə bir-birimizi sevmişik. 8-ci sinifdən çıxıb gəldi o Naxçıvanskiyə. O çıxıb gələndə mənə məktub verdi. Məktubda yazdı ki, məni gözlə. Bir də biz rastlaşdıq 9-cu sinifdə. Sonra 10, 11 və nişanlandıq, 3 il nişanlı qaldıq. Bir də dəsmə belə bir şey var. Biz o formanı geyiniriksə, ya şəhid olacaq, ya da general. Onun ciddiyyətini heç dərk eləmədim. Şəhid olanda onun qəbri üstündə bir söz verdim. Yaşayıramsa yaşayacaqsan. Xuşu ümumiyyətlə çox soyuqqanlı qızdır. Mən həmişə deyirəm, o xüsusiyyətə atava bənzəmsin. Amma axşam olur, bəzən baxım otaqda ağlayır. Sonra deyirəm, Xuşu nəyə ağlayırsan da heç demir. Mama xəstə olanda biz onu yemək yox idi evdə. Kuxunaya girmişdik, qapını bağlayın, atam mənə kömək eləyirdi, mən atama yemək pişirmişdik. Atam mən kuxunaya çağırdı, dedi ki, sən anağa hədiyyə almışsın, demə səssiz ol. Mamam da ad günüydü. Atamla tortu üstünü şamı qoydu. Oturan otağa gələndə bərkdən qışqırdım. Onlar mənim göz yaşımda böyüdülər. Mən öz-özümü aldatıram, fəza xarici ölkədə hardadırsa gələcək. Özüm elə də mənim qapıdadır, gözləyirəm gələcək. 23 qapıdan çıxdı, evdən çıxanda. Çox fərqli idi, çox fikirli idi. Halallıq istədi. Dedi, Əsmə, halallıq ver. Halallıq verdim. Əlində olan vacib kartlarını falan hamısını mənə verdi. Uşaqlarını sağollaşıb liftə doğru gedəndə oğlum arxasınca ağladı. Geri qayıtdı, uşağı təkrar mənə verdi. Dedi, hər şey üçün bərk olun. Gecə yatanda da hər dəfə gözüm açanda gördüm, uşaqları izləyir, məni izləyir. Yüzümüzə baxır. Qorxurdum, deyirdim, baxmadı, diyor, siz yatın, mən sizə baxıram. Onu unuta bilmirəm. Deyəndən, dedi, bu iyini hiss edirsənsə, dedi, mən heç sevmirəm o iyini. Dedi, yox, bu iyi yadında saxla. Bu iyi haçansa gəlsə, bir ki, mən sənin yanındayım. 40 gecəsi də heç özümə gələ bilmirəm. Gecən yata bilmirəm, boğuluram. İşte anidən elə yağış yağdı. O iyi də burnuma doldu. Onda yadıma düşdü ki, bu söz demişdi. O iyi burnuma doldu mənim. İndi məndə bir dənə sevinç var, bir dənə şey gəlib ki, Fəzai yanımdadır da. Fəzainin anası dünyasını dəyişdi bu yaxınlarda. Yəni o da dözə bilmədi oğlunun dərdini. O dünyasını dəyişməmişdən qabaq yuxuda, həmən gecə yuxuda gördüm, Fəzai gəlib, mənə deyir ki, aparıram. Ayrılmışım yuxuda, öz anama deyirəm, nəsə Fəzai yuxuya gəlib, deyir ki, aparıram mən. Amma o qədər sevinclidir. Görəsən nəyə aparır, nəyə sevinclidir də. Böyle üstüne 2 saat keçmədi, zəng gəldi ki, bəs mama dünyasını dəyişib.